Bu qəsəbədə heç bir şey yoxdur. 10 ildir ha. 10 ildir növbəti il gəlir. Qaradağ rayonunun Şanqar qəsəbəsində yaşayan əhali üçün hər dərs günü eyni narahatlıqla başlayır. Qəsəbədə məktəb yoxdur və uşaqlar üçün təhsil almaq müşkül bir məsələyə çevrilib. Burada uşaq çoxdur. Hərənin 5-6 dənə uşaqları var. Zülm çəkirlər, ora bax. Təhsil naziri ilə belə hamısına şikayət olunub, əmələ gəlmir. Plan növbəti ildə. 10 ildir ha. 10 ildir növbəti il gəlir. 10 ildir növbəti il gəlir. Belə şey olar. Sən körpə uşağı buradan hazırlığa nə tərəf alarsan burada? Anası aparamasa gedə bilmir, mümkün deyil. Qəsəbədə məktəb olmadığından şagirdlər hər gün uzun yol qət edərək qonşu Qızıldaş qəsəbəsindəki məktəbə getməli olurlar. O məktəb bizdən uzaqdır, harası 3 kilometrdir. Bağıra-bağıra qalır uşaqlar orada. Canavar var, it var, gecə birini yedi parçalar. Nə olacaq? Kim cavab verəcək? Marşrut avtobuslarının gecikməsi, yolların yararsız vəziyyətdə olması valideynlərin narahatlığını, şagirdlərin əziyyətini daha da artırır. Yay, qışda özünüz də görürsünüz, dəftər kitab əlində gedirlər. Hazırlıq, hamısı da Qızıldaşlar. Yəni bu qəsəbədə heç bir şey yox. Orada 3 qat yoldur, uşaqlar əziyyət çəkir. Dəfələrlə orada avariyalar da olub, ölüm hadisələri də olub. Yenə də xeyir yoxdur. Çətin olur da, avtobusda gəlir, eləsi gəlmir, dayanır orada, o birisi gəlir, o biraz gec olur. Dərsə gecikirsinizsə? Hə, gecikir. Sinif yoldaşların da buradan gəlir, yoxsa onlar elə o Qızıldaşda yaşayır? Burada demək 2 nəfər gəlir sinif yoldaşım. Biri Əli Məlikzadə, bu da bu binada olur. Bir də Qədirli Zəhra, o izdə olur o da. Biz gedəmirik, avtobus gecişir, dərsimizə gecişirik, müəllim bizi danlayır. Burada məktəb tikəsin. Buradan uşaqlarımız minir, orada 4 dənə təhlükəli yolu keçirlər. 300-ə yaxın şagirdi var. Zarafat bir şey deyil. 1000-dən çox əhalisi var. Günorta smerini gedəndə saat 2-də uşaqlar gedir, axşam saat 8-in yarısında gəlir. Qaranlıqda, yolda heç kimə zəmanət vermir ki. Biz istəyirik ki, qəsəbəmizdə heç olmasa 9 illik olsun. Məsələ ilə əlaqədar Bakı Şəhər Təhsil İdarəsinə müraciət etdik. Qurumdan bildirildi ki, yeni təhsil müəssisəsinin tikilməsi ilə bağlı əraziyə baxış keçirilib. Müvafiq araşdırmalar aparılıb və ilkin məlumatlar toplanılıb. Paytaxt ərazisindəki yaşayış məntəqələrində əhali sıxlığı müşahidə edilən və ehtiyac olan yerlərdə yeni təhsil müəssisələrinin tikintisi davamlı olaraq həyata keçirilir. Əhalinin sıxlığı nəzərə alınaraq gələcəkdə aidiyyatı qurumlarla koordinasiyalı şəkildə Şanqar qəsəbəsində yeni təhsil müəssisəsinin tikilməsi məsələsi müzakirə olunur. Çətin məsələdir. Müzakirə olunur, görək nə qənaətə gəlirlər. Deməli, amma bu şeyə baxıram. 2 ilin problemi də deyil də. İnternetdə baxıram bu haqda, qəsəbə haqda məlumatlara. Şonqar qəsəbəsi. Bakıda məktəbi, bağçası, poliklinikası, parkı olmayan qəsəbə. Bildiyin yaşayış məntəqəsidir, amma bu nə tər qəsəbədir mən bilmirəm valla. Niyə bilmirsən? Əksərlərində belədir. Bakıdan 30 kilometr məsafədə Yollarından yerləşir. ümumiyyətlə danışmıram. Bakı ətrafı qəsəbələrinin hamısı Əlhəzar ağlayır. Ümid qəsəbəsini çəkmişik, Sarayı çəkmişik. Neçə dənə qəsəbə çəkmişik biz. Yaşayış massivlərini çəkmişik. Hamısının yolu eyni vəziyyətdə. Evlər tikə-tikə gedirlər, icazə verirlər. Nə suyu var, nə kanalizasiyası var, nə yolu var. Dəhşət. Hansısa nə deyəsən? Vallahi. Sayları da durmadan artır evlərin. Əvvəl orada 5 ailə, 10 ailə yaşayırdısa, indi 30, 40, 50, 60 ailə yaşayır. Amma nə bağçaları var, o uşaqlar yazıq deyil. Evlərin sənədi yoxdur, bağça olsa, məktəb olsa. Əksəriyyətində sənəd problemi var. Bəli. Yəni, evli tikiblər, içində otururlar, işıq pulu, su pulu, qaz pulu, hər şeyi ödəyirlər. Amma digər ki, uşaqlarına şəxsiyyət vəsiqəsi alacaqlar, qapı-qapı düşüb ona buna yalvarırlar ki, sən Allah bizi sizin evi qeydiyyata düşək, bu uşağa bir kağız ala bilim. İldə 2026-cı il. Daha mən nə deyim? Heç nə.